Uşaqlar, gəlin isimlə birinci sınağımıza baxalım. Deməli, birinci testimizdə isim düzəldən non-forming suffixes, isim düzəldən şəkilçilər istəyir bizdən. Gəlin baxalım. Baxın, burada teen say düzəldir. Less və ness şəkilçiləri. Mən sizə demişdim ki, əgər ness varsa, nounla yadda saxlayın. N. Əgər ness varsa, bu isim düzəldir. Bu düzdür. Amma less sifət düzəldir. Ona görə səhv oldu. C bəndi də getdi. Ly zərf düzəldən şəkilçidir. Sonra cavab B bəndidir. Məsəl üçün teacher, referee, hakim. Burada full sözü sifət düzəldən şəkilçidir. Ona görə bunu da çıxırıq. Cavab 1-də olurdu B bəndi. Cümlədə sadə isim olan variantı seçməliyik. Elə A bəndidir. Baxın, fazə sadə, dokda sadədir. Cavab A-dır. Gəlin baxaq burada. Newspaper var, bookshelf var. Görürsünüz. Bunların ikisi də mürəkkəb isimdir. Deməli, bu variantlar getdi. Sonra teacher var burada. Məsəl üçün isim olaraq. Teacher düzəltmədir. Er şəkilçidir. Bu getdi. Sonra birthday var. Mürəkkəbdir. İki sözdən yaranıb. Bu getdi. Burada baxıram, bathroom ismi var. Bu da mürəkkəbdir. Bu da getdi. Cavab olur 2-də A bəndi. Baxırıq 3-cü testdə. Sadə isimləri soruşur. Writer bilirik ki, düzəltmədir. Write, writer. Sonra teach, teacher. Müəllim, müəllimə. Öyrətməkdən müəllimə yaranıbdır. 2 ilə 6-ları gəlin çıxalım. Cavab 1, 3, 5-dir. Zebra, winter, qış, whisker də o pişiyin bığlarıdır. Window sildə pəncərənin o qarşı hissəsinə deyirlər. Bunda çıxırıq. 4-cüdə derivativ nounlar, düzəltmə isimləri soruşur. Baxın, monument abidə sadə sözdür. Mentlə bitməsinə baxmayaraq, doktor da sadədir. Sonra Becker, dirənci, sport ismində 2 dənə sadə söz birləşib. Deməli, bu mürəkkəbdir. Bizə düzəltmə lazımdır. Sonra fazə ata sözü sadədir. Burada student, studydən yaranıb, weakdən weakness yaranıb, impressdən də impression yaranıb. Deməli, cavab Y bəndidir. 5-ci testə baxağım, bizdən compoundların, yəni mürəkkəb isim soruşur. Leadershipdə ship şəkilçidir, 1 getdi. Developmentdə ment şəkilçidir, developdan yaranıbdır. Bu da səhvdir, getdi. Postman'da post bir də mən 2 sözün birləşməsindən yaranıb. Bu mürəkkəb isimdir. Onda cavab qalmadı ki, bir dənə diqqətli olan postman. Bir dənə diqqətli olaq. Leadership 100% gedir. Development 100% gedir. 1 ilə 6-ları çıxdım. Deməli, newspaperdə bizdən compoundla soruşurmuş ay uşaqlar. Deməli, burada kindness, mehribanlıq, ness düzəltmə şəkilçidir. 3 çıxdı. Qabət, newspaper, postman. Bunların üçü də mürəkkəbdir. 2 sadə sözün düzəltməsindən yaranıbdır. Ona görə bizim cavabımız olur D bəndi. Keçirəm 6-da yenə compound nounları birləşdirməliyik. Burada babysitter daya deməkdir. Butterfly kəpənək deməkdir. Saucepan-də nəlbəki deməkdir. Deməli, çıba lazımdır bizə. O da olur C bəndi. Butterfly kəpənək. Saucepan sözünü qeyd edin. Bu nəlbəki deməkdir. Babysitter də daya deməkdir. Common noun ümumi isimlər deməkdir. Ümumi isimlər bilirsiniz nədir? Kiçik hərflərlə yazılanlar. Məsələn, Moskva xüsusi isimdir. Wilson xüsusi isimdir. Yerdə qalan variantları biz necə seçirik? Baxın, hamısı kiçik yazılıb. Bu zaman deməli burada ya feil var, ya sifət var. Baxın, discover kəsf etmək sifətdir. Heavy ağır, necə nə cür ağır sifətdir. Deməli bizim cavabımız olaraq avtomatik A bəndi. River çay, novel, forestdə meşə nə? Sualına cavab verirlər, isimdilər. Çünki bizdən isim soruşur. Burada heavy sifət discoverdə feil idi. Yəni, əgər bizdən ümumi isim, xüsusi isim testi veribsə, o zaman bilin ki, orada təkcə böyük, kiçik hərf söhbəti deyil, eyni zamanda nitq səsinə uyğun olaraq da seçməlisiniz. 8-ci sualımıza baxaq. P noxud deməkdir. Countable nounlar soruşur bizdən, sayılan isimlər. Simə qutusu sayılmır, getdi. Sonra paint boya sayılmır, getdi. Fog duman sayılmır, getdi. Fire odalov sayılmır, getdi. Hand əl, town şəhər sayılır. Cloud da istisna olaraq hava ilə bağlı olan sözlərin içində idi ki, sayılırdı. Storm tufan da sayılır. Countable-dan soruşur yenə. Pis sürüş sayılmır. Cheese pendir sayılmır. Sonra education təhsil sayılmır. Tenis də sayılmır. Litter də sayılmır burada. Work iş də sayılmır burada. Cavabımız olur C bəndi. Çünki P noxud sayılırdı, istisnadır. Litter hərfi məktub sayılır, meal yemək sayılır. Buradan countable nounlar soruşur bizdən. Week həftə sayılır, getdi. Amma sil və gümüş, wrestling, güreş bunlar sayılmırdı. Fog duman sayılmır, question sayılır, year sayılır, getdi. Cavab budur. Sif oğru sayılır,
Palace saray sayılır. Amma freedom sayılmırdı. Amma nə olsun, onlara görə çıxdı bu variantda. Pinafore önlük deməkdir, bu sayılır. Since his pumpkin ball, bax bunlar sayılır. Bizdən uncountable soruşur. Flower un, mist, duman, çən, heydə saman deməkdir. Üçü də sayılmayan isimdir. Cəm isim soruşur bizdən. Baxalım, s ilə bitib təkdir, s ilə bitib təkdir, icısı ilə bitib təkdir. News xəbər məlumat sayılmır, həmişə təkdir. Gentry zadəganlar deməkdir. Cavab D bəndi. O həmişə cəm olan isimdir. 12-də tək isimlər soruşur bizdən. Baxalım. Tis dişlər cəmlədi getdi. Pence sözünə baxın burada. Bu penny pul vahididir. Penny yazılır. Bu söz iki cür cəmlənir. Ya olur penny is, ya da penci. Kökdən dəyişir, olur penci. Yəni bu penci burada cəmlədi getdi. Mice burada cəmlədi getdi. Oxen cəmlədi getdi. Cavab A bəndidir. Baxın, s ilə bitib üçüdür. Oradan da bilə bilərik. 13-ə baxırıq. Pluraldan soruşur bizdən. Baxırıq. Bax, düzdür. Bax, knives baxıram, üçü də cəmdir. Amma bir şey var. Bu knives olmalıdır. Axı, səhvdir. Səhv cəmlənib getdi. Sonra table, tables. Bax, burada səhv nədir? Studies. Y-dan əvvəl d samitdə olduğu üçün bu da getdi. Foxda x, is qəbul eləməlidir. Bu da getdi. They city is dear. Dear cəmlənmir, axı, bu da getdi. Cavab B bəndidir. Some pieces and honest. Aha, deməli, çirklənmiş hava ola bilər. Polluted air. A barrel of beer, bir çəllək pivə. An honest lawyer, vicdanlı hüquqşünas. A piece of music, biraz musiqi. Elə bu şəkildə də yoğunlaşdırırsınız. Pozitiv case yəlik haldır. Baxın, yəlik halda mən sizə qızıl qayda demişəm. Apostrof S-dən sonra birbaşa heç nəsiz isim gəlməlidir ki, yəlik olsun. Baxın, indi burada C-dən sonra apostrof S var. Yaxşı, düzdür. Və bu nə gəzir burada? Bizə isim lazım idi. Üstə apostrof S-dən sonra ya isim gəlməlidir, ya da sifət üstə gələk isim də ola bilər. Bu getdi, ə artikli var. Bu yəlik olanmaz. Burada apostrof S what qoyulubdur. Bu what is-dir. Yəlik deyil. Sonra my father-in-law's life was hard. Bunu saxlayıram. Bax, burada got var. Has got-dur. Bu da getdi. 15-in digər hissəsinə baxıram. Burada da Y bəndində my sister is very, very gəlibdir. İsim gəlməyib, bu da səhvdir. Deməli, bizim cavabımız C bəndidir. Father-in-law birləşməsində qaynata. Burada bunu sizə deyirəm. Yəlik hal şəkilçisi həmişə 2-yə, amma bunu cəmləndirmək istəsəz, cəmi fazəyə qoyasıyıq. Yaxşımı? Bu sözü cəmləndirmək istəyirsinizsə, cəmi birinci yerə, yəliyi ikinci yerə qoyursunuz. Bunun əksi ola bilməz. Yəni, bura yəlik, bura cəm qoya bilməzsiniz. Və yaxud da cəmləndirmək üçün bura S qoyub, burada apostrof qoymuruq. Bu bir qaydadır. Bunu cəmləndirmək istəyirsənsə, cəmi bura S qoy, yəliyi də bura qoy. Amma təkdədirsə, heç nə qoymursan, bura yəlik qoy. Və yaxud da yəlik qoymaq istəmirsənsə, bura cəm qoy, bura yəlik qoyma. 16-cı testə baxaq. Düzgün variantı seçirik. Deyir ki, this, bax, burada men apostrof S-lə düzəlir. S apostrof olmaz. Dənə böyüdüm bunu. Children-da düzgündə apostrof S. Amma diqqətli olun. Z-dən sonra tək isim gəlir. Children cəmdə olduğu üçün bu zo'su olmalıydı. Uzlaşmır bununla. Mr. Brown. Mr. isə apostrof S olmalıdır. Bu səhvdir. A few-dan sonra S apostrof. Yəni, boy cəmlənməliydi. Bu da səhvdir. Ən artiklidə our təkdə də apostrof S-dən düzəlib Y düzgündür. Bunu bir də izah edirəm, birdən başa düşməzsiniz. Baxın, men apostrof S-lə düzəlir. Buna görə bu getdi. Burada children apostrof S books düzgündür. Səhv ondadır ki, children sözü cəmdədirsə, bundan qabaq gələn əvəzlik buna uyğun olmalı, to-se olmalıdır, uyğunlaşmalıdır. Mr. varsa apostrof S olacaq, S apostrof yox. A few-dan sonra cəm isim gəlməlidir. Boy cəmlənməli idi, sonra apostrof almalıydı. Burada ən təkdir. Our tək də apostrof qəbul edir. Deməli, Y doğrudur. Baxıram, yəlik alma. Bir də onu deyim, positive case-in digər adı genitive case-dir. Yəni, bunlar qabağınıza çıxanda çaşmayın. Baxaq. Bax, sports mendir. Men S apostrof olmaz, axı kişilərlər olmaz. Apostrof S olardı. Avtomatik 2-ni çıxıram. Gəlin variantları da çıxalım. Sonra Z artikli var elə uşaqlar. Z varsa böyük adam adı var. Deməli, bu soyaddır. Bu olmalıydı S apostrof. Deməli, 5 də səhvdir. 5-i də çıxdım. Sonra baxıram nəyə? Charlie və
Charlie və Mike'ın əlləri. Bax, əllər bədən üzvüdür. Bədən üzvləri ikinciyə apostrof s qoymaq o deməkdir. İkisində bu söz, bu nədirsə, bu ikisində ortaqdır deməkdir. Amma bədən üzvü ortaq olmaz. Əgər burada bədən üzvü xarakter bildirən bir söz varsa, hər ikisinə apostrof s qoymalıyıq. Deməli, 3 də yanlışdır. Cavab onda 1, bir də 4-dür. Elə də bəndir. Gəlin buna bir də baxaq. Bir niyə düzgündür? Doktor cəmdə də s qoyub, apostrof qoyub, ismi var, düzgündür. Mitikdə təkdir, təkdədirsə bundan voz yoğunlaşıb. 4-də mənim, bu da qəssabdır, nə bilim, bərbərdir, çörəkçidir. Bunlar apostrof s-lə düzəlir də bilirik. Burada isim atıla bilər. Bu da ona uyğundur, 4. Baxıram 18. Gəlin 18-ə baxağım. Bizdən düzgün variantı soruşur. Bax, avtomatik gözümüzə çarpır ki, burada mən, min, apostrof s olmalı. Deməli, 6 yanlışdır. Heç variantlarda 6 verilməyib, getdi. Burada child görürsünüz, təkcə apostrof s olmalıydı. 3 yanlışdır, 3'ü çıxıram. Baxıram bura. Boss təkdə də apostrof s-lə düzəlib. Writers cəmdə də apostrofla düzəlib. Bu ikisi düzgündür, 4-5 düzgündür. Bir də house da cansızdır, roof da cansızdır. Baxın, əgər iki sözün ikisi də cansızdırsa, bunun yəliyi of-la düzəlməlidir. Olmalıydı the roof of the house. Amma burada itin qulaqları 2 düzgündür. 2, 4, 5. Cavab B bəndidir. Burada yenə, baxın, men cəmdədir ilə apostrof s düzəlib əla. Klaus cəmdədir, word cəmdə əla. Amma bir dənə səhv var burada. Men cəmdədirsə zət yox, zoos olmalıydı. Uzlaşmayıb. Deməli, A bəndi getdi. Mrs. White Scarf. Bax, Mr. Mrs. varsa s apostrof yox, apostrof s olmalıydı. Bu da getdi. Dünyada bir dənə olan varlıqlar aydır, günəşdir, yerdir. Bu cəmləməz apostrof s olmalıydı. Bu da getdi. Children kökdən dəyişir, apostrof s-lə düzəlməliydi. Bu da getdi. Burada deyir, Ən və Raufun atası ikisinin ortaq atası ola bilər. Niyə? Çünki deməli bunlar qardaşdırlar. Qardaş bacıdırlar, Y bəndi düzgündür. Burada da baxırıq nəyə? Ən. Deyir, neçə dənə variant uyğunlaşır. Variantın sayını yazmalıyıq burada. Neçə dənədirsə sayı. Ən artikli varsa ən actor. Amma yox, diqqətli oluram. Cins söhbəti var burada. Deyir ki, mənim anam actor yox, olmalıydı actress. Actor kişi cinsi bildirir. Birinci gəlin bu ana olduğu üçün kişi cinslərini çıxaq. Actor getdi. Sonra nurse həm tibb adıdır, həm də tibb qardaşdır. 3 ola bilər. Engineer mühəndis ola bilər. Student da tələb ola bilər. Amma ən artiklına baxırıq. Ən artikli varsa student ola bilməz, nurse ola bilməz. Qaldı engineer, mühəndisdir, actressdir. 2, 4 sayını soruşurdu. 2 dənə cavab düzgündür burada. Da B bəndi düşməyibdir 2-də. Elə cavabımız B bəndidir.